müxtəlif televiziya kanallarında bizim illərdir tənqid elədiyimiz proqramlar bağlandı. Zaurların proqramları bağlandı, Xoşqədəm İdayət qızının proqramı bağlandı, Lalə Əzərtaşın proqramı bağlandı. Ondan sonra Elgizin bundan əvvəl proqramı bağlanmışdı. Yəni illərdir tənqid olunan verilişlər, milli mənəvi dəyərlərimizi uçuruma aparan verilişlər artıq qapadıldı. Bunu necə dəyərləndirirsiniz? Əvvəlcə bundan başlayaq, sonra biz digər məsələləri müzakirə edəcəyik. Demək, gəlin biraz mən məsələyə daha qlobal yanaşaq. Mən bir neçə gün bundan əvvəl Nazirlər Kabinetinin parlamentdə hesabatında da bu məsələni qaldırdım ki, biz milli mənəvi dəyərlərlə bağlı bir proqram hazırlamalıyıq. Həm milli mənəvi dəyərləri, həm də ailə institutunun qorunması üçün çox yaxşı təşkil bir proqrama ehtiyac var və bu proqramda bu istiqamətdə iş aparmalı. Baxın, bugün yəni Azərbaycan cəmiyyətində çox ciddi proseslər gedir. Ciddi bir formada milli mənəvi dəyərlərimizdən uzaqlaşma var. Ailə institutumuzun sürətli bir formada dağılması prosesi gedir. Yəni bayaq mən dedim, yəni İranı güclü edən ideologiyadır. Düzdür, onların ideologiyası biraz fərqlidir. Amma bizim də bu ideoloji məsələlərə çox önəm verməyimizə ehtiyac var. Yəni kimsə, heç birimiz arxain olmalı deyilik ki, biz Qarabağ zəfərini əldə etdik, missiyamız bitdi. Mən şəxsən bəzən bu pessimizlik kimi qəbul edilir. Mən çox narahatam. Mən bu prosesləri təhlil edirəm və proseslərin yanlış getdiyini ciddi bir formada müşahidə edirəm. Yəni söhbət bu milli mənəvi dəyərlərimizlə bağlı proseslərdən gedir. Yəni bugün Cənab Prezidentin qətiyyəti, prinsipial mövqeyin nəticəsində biz torpaqlarımızı azad etdik. Və bugün ölkə rəhbərliyi həm ölkədə sabitliyin görünməsi, həm xarici siyasətdə çox ciddi addımları atır. Amma daxildə də bizim bu daxili təhlükəsizlikdən özümüzü ciddi bir formada təmin etməyə ehtiyacımız var. Yəni biz müharibədə nəyin əsasında qələbə qazandıq? Cənab Prezident bu bir mənalı. Amma burada bizim milli mənəvi dəyərlərimiz böyük bir rol oynadı. Vətən sevgisi böyük bir rol oynadı. Dövlət sevgisi böyük bir rol oynadı. Baxın, proses necədir? Artıq sosial media ənənəvi medianı üstələyib, internet mediası ənənəvi medianı üstələyib. İnternet mediasını və sosial medianı idarə etmək çox çətindir, çox mürəkkəbdir. Artıq ictimai fikrə, düşüncəyə təsir imkanları ciddi bir formada çoxalıb. Və bu da ona aparır ki, ciddi bir formada insanların düşüncəsinə, fikirlərinə təsirlər baş verir və sizlə də biz bir də müzakirə eləmişdik. Bəzən o bir-iki nəfər də xaricdən başa düşməmişdi söhbət nədən getdi. Sonra bizim daxilimizdə də bir-iki nəfər bu məsələyə toxunmuşdu. Yəni bizim dediyimiz ondan ibarətdir ki, biz milli mənəvi dəyərlərimizi qorumasaq, ailə institutunu qorumasaq, ciddi ideoloji iş aparmasaq, dini və milli təhlükəsi istiqamətində ciddi addımlar atmasaq, qarşıda bizi çətin günlər gözləyə bilər. Açıq deyəcəyim mən, dövlətimizi itirəcəyik, müstəqilliyimizi itirəcəyik. Bunu açıq deməliyik. Hər kəs açıb qulağını bunu eşitməlidir. Mən çox narahatam. Dəfələrlə demişik, bəzən inciyirlər, küsürlər. Milli etnik qruplarla çox sıx işləməliyik. Həmişə Azərbaycanda bir neçə alətdən istifadə olunub. Bir, milli alətdən, etnik qruplar arasında və xüsusilə də Rusiya amili. Onlar bunu bəsləyirlər, nə vaxtsa bizə bir sürpriz yaratmaq istəyəcəklər. İkinci məsələ isə dini məsələdir və dini sahədə də narahat edici ciddi bir proseslər getməkdədir. Yəni və bu cəmiyyətdə həm yəni baxın biraz insanlarımızın biraz pula, mala, var dövlətə çox meyllənmişik.
Amma nə baş verir? Milli mənəvi dəyərlərdən uzaqlaşma baş verir. Doğru. Məqsədli şəkildə milli mənəvi dəyərlərin gözdən salınması prosesi gedir. Böyük bir layihələr həyata keçirilir. Dinə qarşı müxtəlif adamlar çıxışlar edirlər. Dini gözdən salmağa çalışırlar və ya dinlə bağlı hansısa məhdudiyyətlər tətbiq edərək insanları müəyyən mənada qıcıqlandırmağa çalışırlar və bu bizi ciddi narahat etməlidir.